Salam əziz izləyicilər, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün xırda verməşillə, qovrulmuş verməşillə plov hazırlayıram, düyü vurmuram, ancaq verməşillə. Qəşəng, ona da nə ət, nə toyuq, elə şeylər hazırlamıram. Badımcanı qəşəng soğanla qovururam, onun üzərinə çox ləzzətli, dadlı. Həm sərfəli yeməkdir, həm doyumlu yeməkdir. Elə hər şey onsuz da ətlə, toyuqla eləyib yeyirik, amma bunu eləmişəm çox ləzzətli oldu. Yəni eləyə bilərsiniz, badımcanın mövsümüdür. Qəşəng badımcan sevənlər üçündür bu. Qovurun, tökün qəşəng yeməyin üzərinə, yeyin, ləzzət verir. Badımcanı xırda doğrayıram, soğanı doğradım. Badımcanı da xırda duzlu suya doğrayıram ki acısı çıxsın. Soğanla bibəri əlavə edirəm, qəşəng qovururam. Bolqar bibər də əlavə eləmişəm. Ləzzətli olur, dadlı olur. Mən belə çox bişirirəm həmişə badımcanın qutarana qədər. Yəni mən qışda badımcanı xoşlamıram alıb işlətmək, öz mövsümündə. Hər şey öz mövsümündə çox sevirəm. Qışda da nə xiyar, nə pomidor, nə badımcan mən xoşlamıram, nə də almıram. Yayda hazırladıqlarımı da qışda işlədirəm. Soğan biraz yarı qovrulur. Badımcanı da qəşəng suyunu sıxıram. Əlavə edirəm yeməyə. Pomidor, xırda da qabığı soyulmuş pomidor, xırda da doğradığım sarımsağı da əlavə edirəm. Örtürəm ağzın qəşəng, özü üçün bişir. Çox ləzzətlidir, bunu belə bişirirəm, mən həmişə bol bişirirəm bu badımcan yeməyin belə. Çörəklə də ləzzət verir. İndi bu dəfə də mən onu eləncə verməşili qovururam, süzürəm, qəşəng dəmə vururam. Bununla eləyirəm, çox ləzzət eləyir, dadlıdır. Sərfəlidir, inşallah siz də bişirin. Kərə yağı əlavə edirəm qəşəng tavaya. Xırda verməşillərdən əlavə edirəm. İstədiyiniz qədər, ailənizə yəni çatacaq qədər. Hər öz bişirdiyi yeməyin bilir. Mən onun qədərini deməyim ki, nədir, nə deyil. Qəşəng qovururam onu kərə yağında. Bu da çox dadlı olur. Kərə yağında qovurulanda dəmə vurursan, bunu belə çox ləzzətli olur. İstəyən düyü də qatar. Düyü qatılmış da bişirirəm. Belə də bişirirəm. Qovurulandan sonra qəşəng qaynar su əlavə edirəm. Hardasa 10 dəqiqə, 15 dəqiqə belə dəmdə qalır. Pambıq kimi qəşəng bişir, yumşaq, ləzzətli. Apardığı qədər su əlavə edirəm. Bu verməşillər tez bişir. Nə canı var ki, xırda verməşildir nazik. Tuzunu da əlavə edirəm, qəşəng vururam bunu dəmə. Dediyim kimi bir 15 dəqiqə, uzağı 20 dəqiqə qalır dəmdə. Çox gözəl, qəşəng bişir. Nə yapışmır, o qovrulduğuna yağla nə yapışmır, nə lapa olmur. Dəndən elə plov kimi. Əla, ləzzətli yeməkdir. İnşallah siz də bişirin, bişirməyənlər buna. Verməşil plovu hamı bişirir düyünlə düyüsüz. Bunu siz bir də mən bişirdiyim kimi üzərinə badımcanla əlavə eləyin, badımcan bişirin. Çox dadlı, ləzzətlidir. İndi bişirənlər görəcək ki, necə dadlıdır. Bir dəfə sınayın siz də. Həmişə bişirəcəksiniz. Çox ləzzətli yeməkdir. Sağ olun, sağlıqla qalın.